Əziz tədbir iştirakçıları, hər birinizi bir daha salamlayırıq. Bugün Quba rayonunun Aşağı Tüləkərəm kəndində Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşən Konstitusiya və Suverenlik ilinə həsr olunmuş şəhidlərin qəhrəmanlıqlarının təbliği adlı layihə çərçivəsində görüşürük və hər birinizi layihənin icraçısı olduğum təşkilatın rəhbəri olaraq Yurt Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin rəhbəri olaraq salamlayıram və hər kəsə uğurlar arzulayıram. Bu layihəmizin əsas məqsədi yeniyetmə və gənclər arasında, gənc müəllimlər arasında Konstitusiya və Suverenlik ili çərçivəsində Vətən müharibəsinin təbliği, şəhidlərin qəhrəmanlıqlarının təbliği və eyni zamanda Qarabağın tarixi, ədəbiyyatı, incəsənəti, musiqisi, bugün Qarabağda aparılan abadlıq, quruculuq işlərinin intellektual oyunlar vasitəsilə təbliğidir. Layihə Quba rayonunun 6 müxtəlif kənd zonasında keçirilir və bura gələnə qədər biz artıq 5 zonada tədbirlərimizi keçirib yekunlaşdırmışıq. Bugün Aşağı Tüləkərəm kəndində sonuncu seçim turudur və əsasnaməyə görə bu seçim turunda da qalib və mükafatçılar gördüyünüz bu hədiyyələri, təşkilatçılar tərəfindən təqdim olunan hədiyyələri qazanacaqlar və eyni zamanda Quba şəhərində keçiriləcək finalda iştirak etmək hüququ qazanacaqlar. Hər kəsə uğurlar arzulayıram. Sizə gözəl yarışmada təşkil olunmuş bu ilk məntiq yarışmasında uğurlar arzulayıram. Sizlərə bol şanslar arzulayıram. Ümid edirəm ki və arzu edirəm ki, layiq olan, doğrudan da bu işə ürəklə yanaşan qazansın. Bırakılmış sözü tabii. Bəxtiyarlı. Son 10 saniye. Bütün fan klubların səsləndirdiyi ümumi şüar hansı hadisənin nəticəsində yaranmışdır? Var. Yapmış əməliyyat nəticəsində Azərbaycan Respublikası tam belə dövlətə çevriləcək mətn və belə ilə Suverenlik. Doğru cevap suverenlik. İkinci sual. Üçüncü sual. Son 10 saniye. X haqqında məqalədə zərbi muğam sözləri xatırlanır. X-la əvəz etdiyimizi ikinci növ təyini söz birləşməsilə yazın. Belki bizimki baştan soruşur. X'e soruşur. O değil. Benim. Yazdı sen bunu çencim yoktu.
İkinci. Qarabağını yazmadı. Qarabağ şəhəri. Qarabağ şəhəri. Yalnız ucabalar verələrdir sağ olun. Ağlayan sağ olsun. Eşitdiyiniz əmək nəğməsinin hansı iş zamanı oxunduğunu iki Ne olabilir? İki sözden parça. Gözü biraz fikir, göz baksın. Keşke çalma. Çalmış. O düz yazı grup oldu düz yazı. Çalmış. Yani her zaman var. Palavarlar nedir? Palavarlar o öküzler içinde oyuncular ayrıdır. Nehirə çarpılan. xalqdan da istifadə ediləcək. Bir Azərbaycan filmində Və söhbət görüş filmində Özbekistan. Şehir jurnalistleriniz. İdmancılarda da iki söz idmancılar peki. İdmancılar hakkında olur. İdmancılar. Hocam yıkılar var. Hocam gerçek kimse hizmet kimse. Jurnalistler. Medya. Medya mı? İki sözlü yaz. Şəhid jurnalistlər və ya media şəhidləri və ya hərbi jurnalistlər. Elvin İmaməliyevə əsr olmuş məqalələrdən birinin İlham veriyor daha çok. Bak. Ders, düşman ders yaptı. Son saniyə. Dərsini verdi. Doğru cavab dərs vermək. Zəfər və Fatihə. Filmde şey. Bu filmden bakmışım. Kimin hakkında bu film? Yahudi cennetinler neden? Ne diyorlar? Çıkardı. Karışlan bir bol bol oluyor. İçinde atasını yıldı. Çıkıyor. Yalnız bir kafanın sorulması ve onun hakkında oğul filmi de çıktı. Doğru cevap Natif Kasım. Son yazıda son nasıl bir şey? Birinci yazıda ikiden sonra söz olmalı. Son olsun Ömer. İyi de sen değil. Son bir dokuz. Son 10 saniye. Söz çıkış edenler arzulayırdı ki Elşen Erzumanov Quba Şəhidlər Xiyabanının son şəhidi oldu. Konstitusiya və suverenlik ilinə həsr olunan şəhidlərin qəhrəmanlıqlarının təbliği layihəsi çərçivəsində Quba rayonunun Aşağı Türəkərən kəndində keçirilən seçim turunda 3-cü yeri tutduğuna görə Möhüc kəndini təmsil edən Qarabağ komandasının üzvlərini təltif olunmaya dəvət edilir. Uğurlar finalı. Bax ora.
Aşağı Tüləkərən kəndində keçirilən seçim turunun gümüş mükafatçısı elə Aşağı Tüləkərən kəndini təmsil edən Zəfər komandasıdır. Məlik. Şəhidlərin qəhrəmanlıqlarının təbliği layihəsinin Aşağı Tüləkərən kəndində keçirilən seçim turunun qalibi Yenikəndin Everest komandasını tərtib olunmaqda. Təbrik edirik.